Bugün Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək. Qısa xəbər. Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayır. Bildirilib ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, çimşək çaxacağı ehtimalı var. Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, çimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20 dərəcə isti, gündüz 3-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, çimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-27 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.